Herkese yepyeni bir video vlogdan salam. Bugün sizlerle birlikte uzun zaman sonra hafta sonu vlogu çekirik. Hava həqiqətən çox istidir. İndi sizə samanı göstərəcəm necə aydınlıq olduğunu. Saat 9'dur. Mən də dedim ki, bir hafta sonu vlogumuzu sizinlə bölüşək. Havanın necə isti olduğunu özünüz onsuz da görürsünüz. Hava belə istikən istəyirəm ki, uşaqlara gözəl paltarlar geyindirim, Aylaya don və yaxud orada olan salopetlərdən geyindirim, yəni kombinezonlardan. Hələ ikisi də pijama ilədir, çünki yeni durmuşuq. Duran kimi də vlog başlatmaq istədim. Ayla ilə əl-üzümüzü yuduq və vlogumuzu başlatdıq. Timura isə bodik ya da bilmirəm, artıq oradan baxarıq, bir şey geyindirək. Elə isə gedək geyimləri seçək. Yeni dolap düzenimiz de bu şəkildədir. İndi baxaq görək kimə nə geyindirək. Aylaya əslində ağlımda bir şey var. Siz də təxmin elədiniz ki, nəyi geyindirmək istəyirəm. Amma bilmirəm, yəni üstünü batırarım mı bununla? Bir dəqiqə. Nəysə, Aylaya bunu geyindirəcəm. Şəkildə don, salopet donu çox gözəldir həqiqətən. Bu kombinezondur. Amma don versiyası, yəni bunun şalvar olanı da var məndə, bu şəkildə şortik olanı da var. Bunu istəyirəm geyindirmək bugün. Çünki uzun zamandır həqiqətən geyindirmirəm. Yəni qış olduğu üçün bunu altdan geyindirəcəm. Timura indi seçim gəlirəm. Timura isə sadə bir body geyindirəcəm. Onsuz da yatacaq. Yəni yemək yeyib oynayandan sonra saat 12'də günorta yuxusuna yatır. Şey olsa et çöldən çıxsaq dəyişərəm. Qızlar belə bir qərar aldım. Aylı bir süski yemək vaxtı həqiqətən üstünə tökür. Yəni tövmədiyi bir gün yoxdur uşaq olduğu üçün. Bu arada seçdim. Burada rezinlər var. Daha sonra soska Timura çoxdan da istifadə eləmədiyimiz narıncını gətirdim. Pampers və geyimləri, pudrası, bir də Aylaya daraq. Aylanın bu üstündəkiləri çıxaracağım, altda onsuz da görürsünüz, mavi bodisi var. Bununla yeməyini yesin, ondan sonra gəlib bu gözəl geyimi geyindirərək. Amma Timurun əynini tez dəyişəcəm, çünki bu çox istidir. Bu arada tripodu, yəni gedib heç gətirməyə halım yoxdur, tez-tez dəyişdirmək istəyirəm ki, yemək keçək, yəni. Bir dəqiqə. Altda bu var, amma bu çox tərlidir, ona görə tez dəyişim əynini. Onsuz da yəni normal olaraq bez geyindirəcəm, pudra tökəcəm və bunu geyindirəcəm. Geyindirim gəlirəm. Qızlar, geyindirdim. Çox darıxmışam bu bodik üçün, çox şirin oldu. Geyimi dəyişdirmə səhnəsini çəkmədiyimə görə narahat olmayın. Onsuz da uzun bir gün bizimləsiz və daha çox geyim səhnələri görəcəksiniz. Bura hazırda onsuz da Aylaya da bodisi qaldı. Corablarını bir dənə geyindirəcəm. Çünki hələ corabsızlıq üçün çox tezdir. Timursa yataqdadır, yəni gəzmir, eləmir. Ayağı yerlə təmasda olmadığı üçün geyinməsə olar. Biraz duysal inkişaf eləsin. Ondan sonra Timura da yenə geyindirdim. Axşama doğru geyindirərik deyə düşünürəm. Nəysə, indi keçək səhər yeməyinə. Buralar da dağıldı. Buraları mən yığışdıracağam. Ondan sonra yemək yeyəcəyik. Kızlar, size güzel durumdan bahsedeyim. Aylanın əynini geyindirmişim, çok güzel oldu donuyla. Bu corablarını donlu geyindirdim. Saçında tek bir hörü elədim. Çünkü evde yani rahat olsun. Əsas odur ki, Aylaya rahat olsun. Timur ise uzanıbdı, oyuncaqlarla oynuyor. Ayla bu şekilde göstererek gel. Kinder'dan çıxma oyuncaqlar var burada. Mesela bu şekilde Kinder sürprizin dinozavr serisinden dinozavr var. 2 tane dinozavrımız var. Daha sonra Lol'un, bu benim uşaqlarımdan qaldığı üçün nə gündədir, ama bu şekilde bir Lol'umuz var. Bunu sarmışıq, bədəni var. Bunu atsam göstersem. Buna da yaxında bir yenileme lazımdır, saçını falan. Yeniləyərəm mən sonra. Qələm arxasından çıxardığımız panda var. Yəni ağzınıza gələ biləcək hər şey var. Bunu xatırlayırsınız, Aylanın ad günündə asmışdıq. Bir şey, Aylan deyirəm, Timurun ad günündə asmışdıq bir dəqiqə. Bu şəkildə bir inək. Gəmi Aylanın ad günündən qalan. Yəni bir sürü Kinder sürpriz oyuncaqlar var. Bu Ozmadan çıxmışdı. Yumurtalarını belə saxlayıram, göstərərəm sizə. Nəysə, Ayla bunlarla oynayır. Kadran çıxdım rahat çəkim edim deyə. Timura birinci yeməyini yedirtdim. Orasını çəkmədim çünki daha çox bərabər olacaq da. Direkt yedirtdim, qoydum oynamağa, ortalığı yığışdırdım falan. İndi ikinci yeməyimizi yeyəcəyik. Saat 11'də yavaş-yavaş günorta yuxusuna hazırlıq edək. Çünki saat 12'də yatır Timur. Ayla isə qalsın oyuncaqlarla falan. Oynasın, daha sonra biraz ev tapşırıqlarımız varsa əgər onları edəcəyik. Timur birazdan günorta yuxusuna yatacaq. Ona görə bizə təxmin elədiyiniz kimi ən uzun boy butulka lazımdır. Bunu uzun zamandır istifadə edə bilmirəm. Çünki Timur həqiqətən axır vaxtda çox az yeyirdi və təbii ki də Nan Opti Pro.
Qızlar hal-hazırda Timurla biraz yuxuya dirənmə yaşayırıq. Gördüyünüz kimi əlləri üzündə, ayaqları falan yatmır, yuxuya dirənir. Artıq nə otaqda bilmirəm, amma gördüyünüz kimi heç cür yatmır. Əvvəl bilirsiniz ki, su ilə yatırtmağa çalışırdım, su ilə çox rahat yatdı. Daha sonra soska verib uzadırdım bura, o şəkildə yatırdı. Amma indi heç cür yatmır, sadəcə ayağımda yelləyirəm və elə yatır. Soska da götürmədiyi üçün bu şəkildə bir xeyli anlayacağınız əziyyət çəkirik bu mövzuda, bizə kömək eləyin. O siz necə eləyirsiniz ki, daha rahat yatır? Mən bu şəkildə pulka da qaldırdı, yumadım. Nəysə, əsas Timurdur, saat 10 kimi keçir artıq demək olar, birə işləyir, yatsın. Ondan sonra gedib butulkanı falan yuvaram. Kızlar, Timur artıq qulağını qaşımağa başladı. Əgər belə eləyirsiniz, yuxusu gəlir deməkdir. Hətta adyal da buradadır. Amma inanın o qədər istədi ki, adyal belə atmaq istəmirəm üstünə. Yəqin ki, uşaq əskilərindən birini örtəcəm. Corablarını da çıxardacam yatanda onsuz. Boş bacaqlara bax, yeyərəm bu ayaqlarını. Ay Allah, köftə bacaqlarını. Çox şirindir. Və o qədər prosesdən sonra nəhayət ki, yatdı, göstərim hətta belə. Corablarını çıxartdım falan. Bunda üstünə elə örtməyimə baxmayın, qarnını örtəcəm. Timur yatanda birisi ki, pəncərəni açırdım, amma indi bir külək başladı. Ona görə pəncərəni bağlamışam. Mən də gedim tez bir bunu yuyum. Bunu da yerinə qoyacağım, corabı da qalsın, duranda onsuz da geyindirəcəm. Qızlar, burada Timurun yoxluğundan istifadə edən biri var. Timurun bu pusetinə oturub, otokoltuğuna oturup gördüğünüz gibi aşkım gel duraq, hoppala dur ora sen daşımazaq ağırsın, hop gel gidelim məndən. İcazə vermədim deyə küstü gəldi yanıma, məndən küsüb mənə sarılan bir cücə var burada. Bir şey deyim, niyə icazə vermədim, çünki o onsuz da yəni mən özüm hazırladığım üçün Timuru belə bəzən həqiqətən çətinliklə daşıyır. Timur artıq böyüyür bildiyiniz kimi və aylarını daşımaz, qırılar eləyər deyə qucağıma aldım. Neyse, butulkan yudum geldim. Hoppala, otur. İndi Ayla ilə biraz oyuncaqlarından Ayla'nın istediği şekilde oyun oynayacağıq. Kızlar, bu arada çölə çıxardıq, amma inanın o kadar güneş var ki, güneşdən D vitamini almaq yaxşıdır, amma hal-hazırdakı olan D vitaminli yox, zərərli güneş işıqlı, ultrabənövşəyi şüalardır yəni. Ona görə hələ ki çıxartmaq istəmirəm çölə. Burada biraz oynasın, mən də biraz Ayla ilə oynayacağım. Çalışıb gedib butulkanı yuyub eləyib gələcəm. Kızlar, biz Ayla ilə hal-hazırda yatağın üzərində oturmuşuq. Yəni səbəbsiz eləcə oturmuşuq bildiyiniz, biraz uzandıq elədik. Nəysə, indi nə edəcəyimizə gələk. Ayla'ya yüngül bir şeyler yedirdəcəm, çünki hardasa 2-3 saat keçib üstündən 9'da yemişdi en son və saat hal-hazırda 1'dir. 1 oldu. 1 olub da, hətta 2'yə 10 dəqiqə işləyir. Nəysə, indi keçirik Ayla'ya yemək verməyə. Evdə bir pürem var idi, baxım görüm qalıbsa o pürədən yedirdik. Pürem qalır, bir anda elə bildim qalmayıb, amma qalır. Gözləyin. Bu şekilde önlüğüm de var, pürem de var. Bunu yedirdəcəm Ayla'ya. Pürenin kıvamı o kadar güzeldi ki, katılığı falan göstermedi size. Çok güzeldi. Bir xeyli Kızlar, babası Ayla'ya dondurma alıb, açım dondurmanı. Neyse, kaşıkla biz yemiyorsa bir kısmını kaşıkla yiyik. Yalıya. Bunu yiyəcəyik. Dondurmamızı yiyək. Ondan sonra üstündən biraz keçsin, yemək yiyək. Telefonum 4% qalıb, zərəqqəyə qoyacağım. Çəkə bilməyəcəm. Neyse, mən telefonu zərəqqəyə qoyuyorum, zərəqqə yıxsın. Ben işlerimi gördüm, geldim ve böyle bir manzara gördüm. Çok tatlılar. Hızlı üstlerini örteceğim. Adyal'dan şu yatsınlar 1 saat falan. Timur birazdan duracak. O duranda yəqin Ayla da durar. O şekilde ben de belki vurulup yatarım. Ya da bilmirəm, yay paltarlarını artıq çatmaq lazımdır, bilirsiniz. Yay qış eləmək lazımdır. Onları eləyərəm.